Özünüzü təqdim eləyin. Mən Əliyev Rasim Mehtoğlu, Adım rayonu 1. Yüzbaşılı kənd sakini. Nədir ağsaqqal probleminiz? Qardaş, bizim problemimiz odur ki, birinci növbədə 1. Yüzbaşılı kənd orta məktəbində ailə ansamblıdır. Hamısı öz qohum əqrəbəsidir. Hamısı onun adına çıxırlar. Amma özünə nətər qohumdur, onu heç bir düzgün etiraf eləmir. Hamısı bizim adımıza yazır. Öz o qohum əqrəbəsi yığ başına haqsızlığa yol verir. Təhsil yoxdur. Uşağa dərs verən yoxdur. Ancaq özününkülərə verir. Qardaş, bununla bağlı etmişsiniz müraciət? Müraciət etmədiyimiz yer yoxdur. Hamısını babati alat. Bax, məhsullardır. Təhsil lazımdır. Region hamısını boğur. Tahir Abbasov boğur. Tahir Abbasov nə deyir bu işlə bağlı? Tahir Abbasov deyir ki, nöqsan yoxdur. Əgər regiondan gəlib burada yoxluyurlar, deyir, nöqsanım var. Kim deyib onu? Fərid müəllim yoxsa? Fərid müəllim, o bura yoxlama gəlib, məktəbə yoxlama gəlib. Deyir, nöqsan var. Arvadın adına dərs var, 5 saat. Nə bilim, nə dərsi deyir, nə dərsi deyir. 50'sini qatır bir-birinə. Qarşı, deyirin, nöqsan yoxdur, yaxşı. Sən əgər bir regionun yiyəsisənsə, sən əgər bir regionu təmsil edirsənsə, sən nəyə görə deyirsən ki, nöqsan var, indi yoxdur. Sən deyirsən. Onun deməsindən bağlı əlinizdə maddi sübut var ki, o deyir qanun pozuntusu var. Qarabağ regionunun yoxlaması, Fərid adlı yoxlama. Deyirsiniz ki, deyir ki, məktəbdə qanun pozuntuları var. Fəridin onun deməsindən bağlı əlinizdə maddi sübut var. En qədər bir çəkiliş var. Ondan sonra nə bu sübut var? Videosu var Fəridin. Videosu var, qardaş. Bax, belə səs var. Bəs niyə tədbir görürmüz? Sual vermirsiniz Qarabağ regionunun rəhbəri. Har arxaya indi, kim arxaya indi, mən bilmirəm, səs boğurlar. Qardaş, bizim səsini eşidən yoxdur. İndi ona görə, bax, bir belə məktubumuz var. Heç o vaxt məktəbə gedəndə bir adam demədi ki, uşaq məktəbə gətir. Mənim məktəbimlə uşağın arası 150 metr deyil. Mənim uşaqla nəvələrim 3 kilometr sahələrlə, batdaq basa-basa, taxıllıqla, yoncalarla gedir məktəbə. Nəyə görə? Başqa kəndi məktəbinə. Başqa kəndi məktəbinə gedir. Bu hansı quruluşa yazılır? Məktəbdən sizin Yüzbaşılı kənddən orta məktəbi ilə sizin evinizin məsafəsi nə qədər olar? 150 metr, 200 metr. 200 metr olan məktəb, mənim nəvələrim bir belə yol gedir. Sağ, mən körpələrim, mən hansı vətəndaşlıq kimi, mənim balalarım, nəvələrim çox sana gedir məktəbə. Kimədir müraciətiniz? Kimdən kömək istəyirsiniz? Mənim köməyim ancaq prezidentədir, Mehriban xanımadır, təhsil nazirinədir, nə bilim, baş prokurorladır, qardaş. Bizim bu dərdimizə bir bəla eləsin, bizi bu qurum yətər deyirlər, bu bəladan qutarsınlar. Nə qədər olar bu? Bu olmaq nə qədər olur? Başqa nöqsan, qardaş, başqa nöqsan, özü coğrafya müəllimidir, vakansiya vermir, Deyəcək, boş bırakır, saatları yallah getdi. Arvadının adına 5 saat dərs var, özün adı, nəğmədir. Musiqi nəğmə? Musiqi nəğmədir. Bəs belə də olmaz axı. Yoldaşın adına musiqi dərsini yazır, amma halbuki yoldaşı biologiya müəllimidir. Biologiya müəllimidir. Halbuki biologiya müəllimidir. Musiqi dərsi deyil, halbuki biologiya müəllimidir. Tədbir görülmür də bundan bağlı. Heç bir tədbir görülmür. Bir belə şikayətə baxmayaraq, yenə də dərsi olduğu kimi köhnə nətər elə də ifa edirlər. Dəyişiklik yoxdur. Qardaş, bilmirəm. Tahir Abbasov arxaya indi. Nə arxaya indi bilmirəm. Region gəlir, yoxluyur. Deyir ki, nöqsan var. Amma tədbir görülmür. Yaxşı. Bəs kimə müraciət edəyik biz? Təbii ki, qalib prezidentimiz var, qalib liderimiz var. Prezidentə müraciət edəcəyik də. Səsinizə səs verirlər. İnşallah səsimizə səs verirlər. Prezidentə edəcəyik, prokurora edəcəyik, belə Milli Məclisə də hamısına deyirlikdə deyiləcək də. Deyirəm, bu bir əncam tapılsın, bizim uşaqlarımız burada yaxında geçsin məktəbinə. Mən prezidentin müraciətim budur. Buna əməl eləsin. Bizi bu bəladan qutarsın, qardaş.